Dalğaların sürəti suxurların tərkibindən, sıxlığından, eləcə də onların yerləşdiyi dərinlikdən asılıdır. Yəni dalğaların dərinlikdə yerləşməsi xüsusilə diqqətli olmalıyıq ki, yəni onu başa düşməliyik mənasında. Dalğa nə qədər dərinlikdədirsə, təsiri daha az olacaq. Həmçinin suxurların sıxlığından da asılıdır. Bir-birinə qarşı sıxdımı, daha yumşaqdımı materialından, yəni tərkibindən də asılıdır. Və dərinliyindən. Dərinlik artdıqca seysmik dalğaların sürəti artır. Çökmə suxurlarda, yəni əsasən düzənliklər bilir ki, çökmə suxurlardan ibarət olur, amma dağlar daha çox maqmatik suxurlardan ibarət olur. Çökmə suxurlarda onlar yavaş, amma bərk suxurlarda əsasən sürətlə hərəkət edir. S dalğaları suda eyni zamanda maddələrin maye vəziyyətində olduğu yer təbəqələrində yaranmır. Əvvəlki dərslərimizdə də keçmişdik S və P dalğalarını keçəndə dedik ki, S dalğaları suda yaranmır. Yəni su maye formasındadır. Həmin o materialda olan, maye vəziyyətdə olan